Baxaq. T bərabərdir 0 anında K nöqtəsində olan cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki deyir verilib. 20-ci saniyənin sonunda cisim hansı nöqtədə olar? Neyniyərəm? Yer dəyişməni taparam da elə. Görüm ki, nə qədərdir. VT qrafiki verilib. Necə taparam? VT-də sahəni taparıq da. Aha. Bax, birinci buradakı sahəni tapaq. Tap buradakı sahəni. 5 vurulsun 10 bölünsün 2, 25. Aha. İndi burada. Bu SX-dir də. Aha. İndi burada da SX-i tap. 10 vurulsun mənfi 5 bölünsün 2. Aha. O zaman mənfi 25. Ay sağ ol. Deməli, bax fikir ver. 25 metr burada oldu. Yerdəşməni x oxucu proyeksiyası. Burada mənfi 25 oldu. Neyniyib onda bax? Sıfırdan başlayıb elə 25 metr hara gəldi? X ox istiqamətindədir. Görsən elə. 25 Elə metr. gəl. Aha, elə gəldi. X oxun əksinə indi, bax bu mənfi 10-u göstərir. Və X oxun əksinə yenə 25 gedir. Təzədən X oxun əksinə yenə 25 getdi. Hara gəldi? K'ya. Aha, deməli K nöqtəsi olacaq. C bəndə.